Rusiyada yaşamaq üçün hansı sənədlər daha sərfedicidir və bunların mənfi və müsbət cəhətləri nədir? İlk öncə patent almaq lazımdır bura gələndə. Patent yəni işləmək üçün icazə kağızıdır. Bura gəlirsiniz, bura köçəndən sonra isə bir həftə ərzində qeydiyyata düşürsünüz və sonra sənədlərinizi yığırsınız, verirsiniz patentə. Patentə verməzdən qabaq həkimlərdən müayinədən keçmək lazımdır və sonra isə rus dili imtahanı vermək lazımdır. Bunları verib qutarandan sonra isə bütün sənədlər yığılır, patentə podaj olunur və bir ay ərzində, əgər gecikmə olmasa, bir ay ərzində patenti alırsınız. Və patenti alandan sonra isə bunların aylıq ödənişləri olur. Bu isə Rusiyada hansı şəhərdə olacağınızdan asılıdır, dəyişir. Və bundan sonra isə ən yaxşı mərhələ RVP, yəni 3 illik oturma iznidir. Bu RVP-ni almaq üçün isə ya siz rus vətəndaşı ilə zaksınız olmalıdır və ya hansısa bir rus vətəndaşının övladlığı götürməlisiniz və ya kvot əsasında alınmalıdır. Ya burada universitet oxumalısınız, diplom əsasında almalısınız, ya bura bejnis kimi gəlməlisiniz, yəni bura köç eləməlisiniz, yəni öz vətəndaşlığınızdan imtina etməlisiniz və bura köçməlisiniz. Sənədlər yığılır, bunların əsasında hansısa bir yönü seçirsiniz, sənədlər yığılır və RVP-nin isə отдельно rus dili imtahanı olur, həkimlərdən keçirsiniz. 4 aydan 6 aya qədər baxırlar sizin sənədlərinizə və ya qəbul edirlər, ya imtina edirlər sizə 3 illik oturma izni verməkdə. Əgər qəbul etsələr, 3 illik oturma iznini alandan sonra isə sizə sadəcə olaraq qeydiyyata düşmək lazım olacaq və bunların bir ildən bir naloqa siz bildiriş verməlisiniz ki, siz harda işləyirsiniz, bir illik naloqunuzu ödəməlisiniz və sizə uvedamlət eləməlisiniz ki, siz harda işləyirsiniz, nə qədər pul qazanırsınız və illik naloqunuzu ödəməlisiniz. Bundan sonra isə əgər sizin əsasınız zaks üzərindədirsə və siz ayrılmamısınızsa, siz sənədlərinizi yığıb bir 6 ay sonra 5 illik oturma izninə verə bilərsiniz. 5 illik oturma izni isə 15 gündən 4 aya qədər baxılır sizin sənədinizə və sizə ya qəbul edirlər, ya rədd edirlər. Sizə 5 illik oturma izni vermək. 5 illik isə alanda, bunun adı 5 illikdir. Təzə qanunlara əsasən bu ömürlük sayılır. Sadəcə olaraq burada da bir ildən bir siz naloq bölməsinə harda işlədiyinizi, nə qədər pul qazandığınızı və illik naloqunuzu ödəməlisiniz. Və hər il bunlardan keçəndən sonra isə yalnız qeydiyyata düşmək şərti ilə burada yaşaya bilərsiniz. Və bundan sonra isə insanın gözündən asılıdır. Vətəndaşlığa vermək istəyir və ya yox. Və bunları hamısını eləmək üçün isə mən sizə tövsiyə edirəm ki, hüquqşünasla iş görün. Başa çıxan bu sahə üzrə biliyi olan insanlar, hər insana inanmayın və bunların üstünə düşəndə isə qanuni yollarla bunları görün. Heç vaxt mən sənin üçün pul qarşılığında bunu eləyərəm və ya qeydiyyat sənin üçün eləyərəm, heç yerə getməyə ehtiyac yoxdur və ya rus dilindən imtahan belə. Mən demirəm yoxdur, ola bilər hansısa bir insanlar qeyri-legal yolla bunları həll edirlər, amma bunların bir üzə çıxmaq ehtimalı ola bilər və sizə problem yaşada bilərlər. Ona görə ehtiyatlı olun və bunların hamısını nəzərdən keçirdin, məntiq və ağıl üstündə qərar verin və hərəkət edin.